Bugün mübariz İbrahimovun, milli qəhrəmanımızın doğum günüdür. Oxunan Quran-ı Kərimin şəhidimizin timsalında və bütün şəhidlərimizə hədiyyə edirik. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ. إذ يتلقى المتلقيان عن اليمين وعن الشمال قعيد. ما يلفظ من قول إلا لديه رقيب عتيد. وجاءت سكرة الموت بالحق ذلك ما كنت منه تحيد. ونفخ في الصور ذلك يوم الوعيد. وجاءت كل نفس معها سائق وشهيد. لقد كنت في غفلة من هذا فكشفنا عنك غطاءك فبصرك اليوم حديد. وقال قرينه هذا ما لدي عتيد. ألقيا في جهنم كل كفار عنيد. مناع للخير معتد مريب.
الذي جعل مع الله إلها آخر فألقياه في العذاب الشديد. قال قرينه ربنا ما أطغيته ولكن كان في ضلال بعيد. قال لا تختصموا لدي وقد قدمت إليكم بالوعيد. ما يبدل القول لدي وما أنا بظلام للعبيد. يوم نقول لجهنم هل امتلأت وتقول هل من مزيد. وأزلفت الجنة للمتقين غير بعيد. هذا ما توعدون لكل أواب حفيظ. صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، نحمده ونشكره نستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وثم الصلاة على إترة المكرمين وسيما بقية الله في الأرضين ولعن الدائم على أعدائه مجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Allah dualarınızı qəbul eləsin. Və bugün əvvəldə qeyd olundu əziz şəhidimiz Mübariz İbrahimovun doğum günüdür. Allah bu şəhidimizi o sevdiyi əhl-i beytlə məhşur eləsin inşallah. Və mən bugünkü çıxışımı hədiyyə edirəm onun ruhuna və onun timsalında olan bütün əziz şəhidlərimizin ruhuna. Allah bunu da bizdən qəbul eləsin. Mövzum münacat 6-cı çıxışım. Şükür olsun Allah, müəyyən nəticələr almışıq. Və sizə tövsiyəm budur ki, təzə qoşulanlar varsa bu silsilə və çıxışı əvvələ bir
dönüş eləyin. Əvvəla qayıdın, çünki 3 ayın ruhu ilə uyğundur. Şaban, Rəcəb, Ramazan ayı. Ehtiyac var elə bilirəm, bunları dinləyəsiniz. Gəlib çatmışam bir hissəyə, münacatın faydalarından danışıram hələ ki, insan həyatında nə təsirləri var, nədir insan həyatında onun bəhrəsi. Baxın, belə bir, bugünkü çıxışımı belə başlayayım. İnsanın istəkləri bitmir. Yəni, bitmir. İstəyimiz nəhayəti yoxdur. Ki, bura çatdım, bəsdir, belə deyil. Bəli, ola bilər, ora çatana qədər o fikirdə olasan, amma ora çatandan sonra ondan artıq istəyəcəksən. Bu bir qaydadır. Çünki insan özü bitməz bir varlıqdır. Qutarmır, istəkləri də qutarmır yekunda. Hara çatır, artıq istəyir. Hara çatır, ondan artıqını istəyir. Bu bir məsələ. İnsan istəkləri bitmir və binəhayətdir və sonsuzdur. Çatdığı, hara çatır? Çatdığı Allahdan siva hər nədirsə məhduddur. Yaxşı. İstək, binəhayət, çatdığı Allahdan siva nədirsə məhdud. Deməli, uyğunlaşma olmadı artıq. Hara çatırsansa, istədiyivə çatmamısan. Çünki istəyin o çatdığından artıqdır. Hətta bir dənə övliyaların sözünü deyimsə, deyir, cənnət də sənə üçün azdır. Mövzu biraz da böyütdüm də. Cənnət də sənə üçün azdır. Yəni, cənnətə də çatsa ona azdır. Yaxşı. Ariflərin fikrini deyimsə, deyir, mərahil əxlaqda da gətirmişdi bunu. Alim buyurur ki, masivallah deyəndə, yəni Allahdan kənar. Hətta cənnət də masivallahdır. Böyük mövzularda, amma eyb yoxdur, eşidin də bu ay onsuz da. Biraz böyüməyimiz üçün fürsətdir. Ariflərin baxışın cənnət də yoldur. Mənzildir, məqsəd deyil. Yəni, cənnəti də cənnətin özünə görə sevmir. Yaxşı. O cənnətə aşıq olmayıb. Cənnət onun məşuqu ilə görüşdüyü yerdir. Xoşdur ona görə ki, orada ondan görüşür. Yaxşı yerdir, gözəl yerdir, demirəm, pis yerdir. Adam istədiyi ilə yaxşı yer təyin edər, məsələn, gedər bir mənzərəli bir yerə gedər, düzdür. Gözəl bir yerdir, amma məqsəd deyil. Misalı belə deyim də, düzdür, bəzi insanlar belə deyil də, bəzi insan cənnətə aşıqdır, yoxdur ya, yəni bu daha o dəyərsiz insan deyil Allah qatında. İstəyirəm deyim, bundan böyük mənzillər var da, məqsədlər var, hədəflər var həyatda. İnsanlar cənnətə aşıqdır. Bu misalını belə çəkim ki, bir nəfər ev tikib, bunun da qohumlarından biri ora getmək istəyir, görüm necə tikib evi. Görüm bir evinə baxım. Bir var, baxmaq üçün evə gedir, görüm ev necədir vəziyyəti, görüm necə tikib, otaqları, neçə mərtəbədir, indi villadır, eşidib, qəşəng ev tikilib və s. Adam da var, yox, görüşü təyin edir ki, gedim kimlə görüşüm, evin yiyəsi ilə görüşüm, şəxslə görüşüm, nəinki evi gedim görüm. İkisi də gəlir evə, birinin niyyəti evi görmək, birinin niyyəti şəxsi görmək. Bunlar fərqlidir. Ola bilər birincidisini, yəni mən sənin üçün darıxmışam, səni görmək, onun üçün darıxmayıb, elə evə gəlib baxmaq istəyir. Maraq duyğusu o qədər bunda şiddətlidir ki, elə evdən filan kəs çıxan kimi ev yasıdır, belə ora baxır, bura baxır, hər gözəl yeri gezir. Biraz servantın üstümüzdən toz olanlar deyir, orada bax, təmizliklərinə fikir vermirlər, hər şey baxır da maşallah. Sonra gedir orada burada danışmağa. Loğman deyir, balasına, deyir, başqasının evində olanda gözünü qoru. Bunun bir mənası bəllidir, bir mənası da biraz geniş götürün anlamı. Yəni, lazım deyir ki, cəmaatın evinə elə hər şeyi baxasan, hər şeyi biləsən, axtarış eləyəsən, sonra orada burada danışasan. Bəzi vaxtlar bu xanımların bəhsində olar. Hər halda çıxıyıb bu mövzudan, gələk öz mövzumuza. Adam var, o evə görə gedir, adam var, o evdəki şəxsiyyətə görə gedir. Adam var, cənnətin özü üçün yaşayır, adam da var, cənnəti körpə eləyib, mənzil eləyib, gedir, Allahla razı niyaz eləsin. Cənnət o məqsədi deyil, mənzilidir. Məqsəd başqadır. Məqsəd başqadır. Daxma da olsa gedər ora. Ona İmam Rıza'nın bir qəşəng söhbəti var, Allahla münacatı var. Deyir, mənim cənnətim sənsən. Sən mənə deyir, aparıb, tutaq ki, belə deyir də, aparıb cəhənnəmədə atsan belə,
Mən sənin razılığındır mənim cənnətim. Mən səni istəyirəm. Bəlli deyim, amma məqamı haradır. Bizə başa salmaq istəyir ki, yəni mənim fikri zikrim nədir? Biz Kumeyl duasında var, tutaq ki, cəhənnəmin oduna dözdüm, səndən ayrılığa necə dözüm? Bu nə sözlərdir? Yəni onun zikri, fikri, məqsədi, hədəfi nə olub? Məqsədi, hədəfi o olub. Aha. Bunlar böyük adamların baxışıdır. Yekunda hər ikisi yemək də yiyir, su da içir. O evə qonaq gəlib də, indi ev yası ikisinin də qabağına çörək də qoyur, yemək də qoyur. Amma bu hara, o hara? Yaxşı. Yaxşı. Yaxşı, biraz mövzunu aparım bir pillə qabağa. İnsanın istəkləri binəhayətdir, bitmir. Binəhayət istəklərə cavab verən yalnız Allahdır. İnsan ona qovuşmayana qədər, onu həyatında tapmayana qədər, ondan siva hər nəyi tapsa sıxılacaq. Həmişə darıxacaq, yorulacaq, yıxılacaq. Çünki onu tapmayıb həyatında. Çünki içi də bunu qınıyır, edirsən, mənə günə qoymuşsan. Biraz belə şairanə danışım. Mən kimdən ayrımsan? Yaxşı. Mən uzaq eləmişsən həqiqi ünvanımdan. İnsan yalnız vücudu onu axtarır. Onu axtarır. Gəlir çatır bir yerə bəzi vaxtlar. Yalnız onu axtarır. Heç niyə ondan siva qəlbin bağlamır. Onsuz ona heç nə zövq deyil, ləzzət deyil. Gəlir çatır bəzi vaxtlar bu məqama. Bu bir məqamdır, deyəcəm adını axırda. Ki, münacatın bu məqamla nə əlaqəsi var, onu deyəcəm sizə. Çatır bu yerə ki, yalnız ona bağlanır və onunla ünsiyyətdən zövq alır, onunla hər şeyin ləzzətini duymağa başlayır. Yaxşı. Nəyi də istəsə, ona çatmaq üçün istəyir. Başa düşürsünüz? Vəzifəni də, sərvəti də, pulu da, şöhrəti də ona çatmaq üçün istəyir. Dünyanı dünya üçün istəmir. Daha dəqiq desəm. Dünyanın özü üçün istəmir. Hətta bu tərəfini deyimsə, dünyanı da dünya üçün tərk eləmir. Bu nə deməkdir? Bu əxlaqi bir termindir, mövzusu var bunun. Tərkud dünya li dünya. Deyir, bəzi insanlar dünyanı dünya üçün tərk edir. Nə deməkdir? Məsələn, təvazukarlıq edir. Bir nəvənin ehtiramını saxlayır. Niyə? Düşünlər necə təvazukar insandır bu. Bu dünyasını müəyyən qədər tərk edib, amma dünya üçün. Pulundan xəricləyir, desinlər səxavətlidir. Bu dünyasından verir dünya üçün. Burada görünən budur nəsə dünyasından keçdi. Amma keçdi nə üçün keçdi? Hələ dünya üçün keçdi. Aldığı ilə qazandığı fərq eləmədi. Bunu elə bil verdi, təzdən onu götürdü. Yaxşı. Elə bir tutaq ki, manat verdi, 170 manat, təzdən $100 götürdü. Elə bunu ona aldı, biraz belə şəkli dəyişdi. Ortada bir şey dəyişmədi. Ruhu dəyişmədi, ruh rüşd eləmədi, kamala çatmadı, bir yerə yetişmədi. Yaxşı. Ona bir hədis deyim nəsə maraqlı. Düşünmək sözü düşünərsiniz. Əfzəlu zöhd, tərkuz zöhd, ixvau zöhd. Deyir, ən fəzilətli zöhd, zöhdü gizlətməkdir. Adam bəzi vaxtlar fəqir yaşayır, orada-burada adamın inir. Bəzən çətin yaşayır, qənaətlə yaşayır. Hara getdi, məsələn, mən belə yaşayıram, ha, görürsünüz, belə elə başlayır. Bu, deyir, əfzəlu zöhd, ixvau zöhd, zöhdü və gizlət də. Zöhdü mənə söyləmirsən? Kim üçün edəmirsən? Yaxşı. İnsan amma böyüyə bilər. İnsan böyüyə bilər. İnsan gəlir çatır bir yerə ki, dünyanı dünya üçün istəmir. Dünyanın qaşına gözünə vurulmayıb da, belə deyək. Dünyanı, vəzifəni, sərvəti, körpü, vəsilə, vasitə edib ki, çatsın ona. Ona. Onu istəyir. Bu da ona çatan yoldur. Ariflərin baxışında dünya ayədir, xilqət ayədir. Dünya yox, xilqət ayədir. Dünyadan da böyük.
nişanədir, onu göstərir. Məsələn, kəlam alimləri bir mövzu açıblar, məhəbbətdə tövhid mövzusu. Maraqlı mövzulardan biridir. Deyir, bəzi vaxtlar məhəbbətdə tövhidimiz yoxdur, deyir. Buyururlar ki, məhəbbətdə tövhid budur ki, onu sev, ondan siva neyi sevirsənsə, onun nişanəsi kimi sev, onun ayəsi kimi sev, o deyib deyənə sev, onu çatdırır deyənə sev. Hə, görürsən? İndi bundan hara çıxırsan, məhəbbəti tövhiddən çıxırsan. Kəlamda bir mövzudur bu. Deyər bu mövzuları oxumağa. Əslində belə mövzular insanın zehniyyətini formalaşdırır. Kəlam elmi çox mühümdür, deyərdim. İndiki dönəmdə bu elm haqqında biraz maraqlanmağa deyər. Yaxşı? Bəli. Onun duyğuları dəyişilir belə insanların. Aliləşir duyğusu. Onunla ünsiyyətdən zövq alır. Həyatının bütün anını ona həsr edib, onunla ünsiyyətə. Yemək yeyəndə də belə onunla ünsiyyət qurur. Adam var namazda Allahla ünsiyyət qura bilmir. Bu yeməkdə Allahla ünsiyyət qurur. Maraqlıdır. Ariflərin yeməyi hara? Orada da Allahla ünsiyyət qurublar. Adam var yatanda ibadət edir, adam var oyaqlıqda günah edir, misalda. Bu yuxusu da ibadət, bu yeməyi də ünsiyyətdir Allahla. İndi yaş necə olur o? Olur. Mümkündür. Onun çünki fikirləri dəyişib. Baxışı dəyişib. O yeməkdən ləzzət yox, ləzzəti biraz dəyişilib. Allahla ünsiyyətdən ləzzət alır. Demirəm, dünyaya biganə deyə daha ali ləzzət alır. Bu istəyirəm deyimsə. Nə ki, ləzzətdən məhrum olub da ali ləzzət alır da, neyinir onu? Yiyir onu. Amma onunla ünsiyyətdən ləzzət. Bir Arifə bir nəfər dedi ki, getmişdim ustadımın yanına, gördüm sulu yemək pişirir. Dedim ki, ustad da Arif idi, qayıtdı tələb ona ki, ustad, nə pişirirsən? Deyib, baxdı mənə, qayıtdı, su pişirirəm, adı nə istəyirsən qoyarsan. Yəni, mənə üçün bunun adı maraqlı deyil. Bir daha yeməyə görə dünyanın o başına gedim, bu başına gedim, girinci qalmamışam. Adam bitki çörək yiyəcək, 15 dəqiqə görsən, 10 saatı gedir. Orada da bir bitki qutarsın, geçsin də, misalda. Deyil, adı pişirsəm, su pişirəm, yərsən adı nə istəyirsən qoyarsan. Belə, mənə onun adı maraqlıdır, mənə ünsiyyət maraqlıdır ondan, rabitə maraqlıdır. Mən onu qurmuşam. Yaxşı? Bəli. Çatır bəzi vaxtlar insan bir yerə. Pul, sərvət ona görə qazanır ki, işləyirəm ki, mənim mənəvi kamalıma xidmət eləsin. Ona çatmaq üçün, ona qovuşmaq üçün işləyirəm. Bütün həyatı budur. Amma bir dənə diqqət edin, bir dənə sizə mötərizat çıxan maraqlı sözlərdir bunlar. Ola bilər, bəzi vaxtlar belə iddia eləyək. Deyir, niyə işləyirsən? Mən bunları işləyirəm ki, işi qurum Allaha, dinə, İslama xidmət edeyim, öz mənəvi kamalıma, rüştüm üçün çalışım. Bu sözlər ya, həyatda deyil bəzi vaxtlar. İnsan özünü aldada bilər 1 il, 20 il, 30 il. Ölənə qədər özünü belə aldada bilər. Niyyətim budur, amma ortada bir şey yoxdur. Bir nəfərlə danışırdım, bir dostlardan biri idi, söhbətləşdik. Mömin nərdən biridir? Dedi ki, dedim, işləyir, dedi, işləmək istəyirəm. Dedim, neynəmək istəyirsən işləyən? Dedi, işləyib yaxşı qazanmaq istəyirəm. Çox qazanandan sonra inşallah daha qazancımın yarısını Allahın yolunda xərcləyəcəm. Dedim, niyyətim budur? Hə, dedi, niyyətim budur. Dedim, qəşəng niyyətim var, amma şeytan üstündə işləyib. Dedi, niyə? O da məsələn, mömin uşağı idi, belə yaxşı qəbul edirdi məni. Sağ olsun ki, qəbul da elədi, başa düşdü, düzdürsən, heç mən o fikirləşməmişdim. Dedim, necə niyyət eləmişsən? Dedim, niyyət eləmişəm ki, inşallah çox qazanandan sonra bu qazancın yarısını Allahın yolunda xərcləyəcəm. Dedim, şeytan üstündə işləyibsən. Dedim, necə? Dedim, bu çox demişsən, o həddi nədir? Sən hara çatacaqsan ki, deyəcəksən, bundan da çoxu var. Düzdür? Hara çatacaq, deyəcək, hələ çox qabaqdadır. 70 ildə elə belə işləyəcək ki, Allah xatır işləyir. Boş söhbət də Allah xatır işləyir. Dedi, hə, indi fikirləşdim. Demişəm, çoxun həddini qoymamısan. Şeytan maraqlı məxluqdur. Pillə aladır adam. Bir nəfər vardı, Seyyid Musa adlı bir insan idi. Dünyasını dəyişib, böyük ariflərdən biri idi. Onun haqqında danışırlar ki, deyir, cavanlığında bir məqamı var imiş ki, deyir, elə pərdəni o üzün görənmiş. Həqiqətdə birinin baxırmış, oradan zehnindən keçən nə bilirmiş. Belə bir müddətdən sonra deyir, bir yerdə idi, tənha oturmuşdu, bir səs eşitdi. Səs belə idi ki, istəyirsən bundan da artıq məqama yetişəsən, deyir, özümə dedim, bəli, istəyirəm. Dedilər ki, biz namazı saxla. Dedim ki, namazı saxla? Dedim, həm də namazı saxlamaz.
O məqam da balaca məqam deyil. Bundan da böyük məqam deyirlər verəcək. Dedim, yox, namazı saxlayan deyirəm. Bir din ki, o namazı yoxdur. Nə dindir? Namazsız nə din? Allahla ünsiyyət olmadı. Başa düşdün? İn qubilət ma sivaha. O qəbul olsa, o birlər qəbul olur. O sənin bütün əməllərini Allaha çatdırır. O bir nəfər deyildi, gördüm bir nəfər namazı tez-tez qılır. Dedim, hara tələsirsən? Bütün ibadətləri bu aparır, çatdırır. Əmudud-dindir, dinin sütunudur. Hara tələsirsən? Hələ səni yaradıblar ki, onunla ünsiyyət qurasan, sən hara qaçırsan? İşin adı nədir sənin ümumiyyətdə? Sən elə bunun üçün yaranmışsın. Deyirəm, bütün gün namaz qılmalısan, ondan söhbət getmir. Sən yaranmışsan ki, onunla ünsiyyət qurasan, meyraca qalxasan, bu hara qaçırsan tələsirsən? Hər halda işim yox. Dedim ki, mən yox, namazı saxlayan deyirəm. Dedilər, onda bütün məqamı alacaq əlindən. Dedi, alın. O şeylər, hisslərim getdi. Gördüm, bir qəhqəhə elədi, getdi, o hisslərim də getdi. Görürdüm o bu. Başa düşdüm ki, şeytanı şər qüvvələrinə mən məlumatları bilirdim. Əvvəldən planı tökmüşdülər ki, namazı əlimdən alsınlar. Amma sonradan bir riyazət eləmişdi, çalışmışdı, Allah ona qaldırmış böyük məqamlara. Nə güzel, həyatda belə işlər var. Nizam və əzvaqlar elə bilir ki, nəsə eləyir, amma ortada bir şey yoxdur. İnsan çatır bu halətə. Neçə dəqiqədən? Hə, var elə. İnsan çatır bu halətə, əziz qardaşlarım, dəyərli bacılarım. İnsan çatır bu halətə ki, fikri, zikri, ünsiyyəti odur. Dünyadan da təcrid olmayıb, inzivaya da çəkilməyib. İnsanların ünsiyyətdədir. Yəni, bu din bu deyil, qopdun, oradan qaçdun, işi atdun, nə bilim, gücü atdun. Mən o, belə adamlar da görmüşəm. Dedi, mən işləmək istəmirdim, sən nə eləmək istəmiyyətdə? Din bu deyil. Amma təmərküzləşdiyi nöqtə odur. Onunla ünsiyyət qurur. İşində də, çöldə də, evdə də. Qəlbinin haləti budur. Yalnız onu istəyir. Hər şeyi də onun üçün istəyir. Hər şey ona çatmaq üçün istəyir. Bu qəlbin bir halıdır. Dünya onu məst eləmir. Əlinə gələndə bəzi vaxtlar elə sevinir ki, uşaq kimi. Uşaq, yazıyam uşaqlığımızdan bir iki nə misal çəkəyək uşaqlığımızdan. Oyuncaq alanda necə sevinmişik. Bəzi vaxtlar telefon verəndə buna o cürlə sevinir. Məsələn, maşın alanda, oy, elə böyük day, bütün cənnəti buna verdilər, axirəti buna verdilər. O qədər da sevinmə. O qədər sevin səni bədbəxt eləyər. Sabah ona görə hər şey əlindən verərsən. Tək onu itirməyim. Ya əlindən çıxanda da infakt olma. Lazım deyil. Onun din nə deyir? İnnə əvliya Allah la xofun aleyhim və ləhum yəhzənun. Mənim övliyalarım, mənim dostlarım, Allah deyir, onların nə xofu var, nə hüznü. Yəni, nə mənada? Nə qorxu var, nə hüzün. Başa düşürsünüz. Çünki elə bir varlığa bağlanıblar ki, daha bu o mənada, o varlıq daha itməz ki, həmişə ona inandı. Başqa mənada qorxuları var, nigarançılar var. Bir səhv eləyərəm, o məndən üst çevirər. O başqa bir söhbətdir. Amma da ondan siva bir şeylər, bunu əlindən çıxanda infakt olsun, da onun əlinə bir şey gələndə bundan başqa bir şey də itirsin özünü, məst olsun, belə deyil. Yaxşı. Bu halətin adına deyirlər qəlbin qinası. Qinaul qəlb. Yaxşı. Yəbnə Adəm təfərrəq li ibadəti əmləu qəlbəkə qinən. Bəndə mənə vaxt ayır, mənlə bir ünsiyyət quru, münacat elə, sən qəlbinin halını deyişim. Gətirim, çatdırım səni bura. Bu qədər ki, danışdım, 20 dəqiqədən çox danışıram. Münacatın xeyirlərindən biri budur. İnsanın qəlbini bağla çatdırır. İnsan ki, başlayır münacat eləməyə, danışmağa Rəbbinə, fikirləri dəyişir, zövqü dəyişir, halı dəyişilir, baxışı dəyişilir. Onunla ünsiyyətə can atır. Hər şeyi onun üçün istəməyə başlayır. Hər şeyi ona tərəf istiqamət verməyə başlayır. Bunun xüsusiyyəti budur. Xüsusiyyəti budur. Ki, bir dənə İmam Səccaddan bir dənə hədis oxuyum. İmam Səccad görün nə deyir? Buyurur ki, maraqlı hədisdir. Buyurur ki, fəqət inqətəət iləykə himməti. İlahi və Rəbbim. Həyatımın yeganə hədəfi sənsən. Yeganə hədəfi sənsən. Və insarəfət nəhvəkə rəğbəti. İlahi və Rəbb. İstəklərim deyişib mənim. Rəğbətim sənsən. Fəəntə la qeyrukə muradi, səndən başqası məqsədim deyil.
Və ləkə la lisivəkə səhəri və suhadi. Sənə aiddir səhərlərim, gecələrim, hər həyatımın hər hissəsi. Və liqaukə qurrətu ayni. Gözümün sevinci sənlə görüşməkdir, səni görməkdir, cəmalıvı, cəlalıvı. Və vəslükə muna nəfsi və iləykə şəvqi və fi məhəbbətikə vələhi. Şövqüm də sənsən, məhəbbətim də sənsən, arzum da sənsən, sən. Və ilə həvəkə səbabəti və rizəkə buğyəti və rü'yətükə hacəti. Hacətim sənsən. Hacətim sənsən. Bütün hacətləri də ona görə istəyirəm ki, sənə yetişim. Başa işte. Nə istəyirsən? Bunu istəyirəm. O nə üçün istəyirsən? O gəlib axırda Allaha dayanmırsa, onda masivallah var mövzuda. Allahdan kənar bir şey var mövzuda. Yaxşı qutarır axırı. Deyir ki, və civarukə tələbi. İlahi təlibəti. Civarukə təlibəti. Sənin yanında olmaq istəyirəm, ha? Səni istəyirəm. Cənnəti də ona görə gələm ki, sənlə orada ünsiyyət quracam. Xanım Asiyanın bir yaxşı sözü var, deyir ki, İbni li indəkə beytən fil cənnə. Görün, nə qəşəng danışır, çarmıxa çəkilən anlarda, Quranda ayədir. İbni li indəkə, birinci səni istəyirəm. Sonra deyir, beytən fil cənnə. Orada mənə cənnətə bir dənə ev versin, nə yaxşı. Amma səni istəyirəm, ha? Birinci sən, sonra ev. Və davamı, və fi münacətikə unsi və rahət. Mənim rahatlığım sənlə münacatdır. Ünsiyyət quranda rahatlaşıram səndən. İndəkə dəvau illəti və şifau gulləti və bərdu ləvəti və kəşfu kurbəti. İlahi şəfam səndə, dərdimin çarəsi səndə. Qəmlərdən qurtulmaq istəyirəmsə, o da sənin yanında. Səni istəyirəm. Diqqət elədiniz. Nə maraqlıdır. Yanaşmasıdır bu. Amma Allah nə deyir? Buyurur ki, adamın himməti belə olsa, Allah olsa, həyatının hədəfi, qayəsi, məqsədi Allah olsa, çatdıracam ora. Yolu nədən keçdi? Münacatdan keçdi. Yox, həyatın hədəfi, qayəsi, məqsədi Allah olmasa nə olacaq? Bunu da deyirəm hədisin sizə. Mən əsbəhə və əmsa dünya əkbəru həmmihi. Bir insan səhəri də aça, axşamı da yata, zikri, fikri, gecəsi, yuxusu, gündüzü, söhbəti, yalnız dünya, bütün himməti dünya olsa, Allah deyir, hədisə baxın. Yalnız himməti dünya olsa, hədisdə var. Fikri, zikri, son hədəfi, qayəsi, məqsədi dünya olsa, Cəalallahu Teala əl-fəqrə beynə eynəyhi. Allah bütün fəqirliyi qapılarını onun üzrünə açacaq. Hələ həmişə elə olacaq. Və şəddətə əmrəhu. İşlərini qarışdıracaq. Dəhşət sözdür bu söz. İş qatışır hərdən. Desə, bu nədir ay Allah? Hər şey qatışır bir-birinə. Buradan yığırlar, bunu deyirlər, ora gelirsən, bu oldu, çıxırsan bayra, bir il işdi, oradan gelirsən, bir maşını vurdu, buradan biri dedi, o partladı, aləmdir, bu nədir? Allah deyir, şəddət əmrəhu, işvi qarışdıraram sənə. Mən qarışdırmıram, sən işvin məntiqi sonluğu. Gözün ya sözü danışır, heç kəs düz anlamır. Yazıq yaxşı niyyət eləmək istəyir, o da tutmur. Qarışdırıb sözü, hər şey bir-birinə qarışıb, həyat qarışıb, fikirlər qarışıb, söz qarışıb, hər şey dağınıqdır da. Sözlər də qatıb qatışdırıb. O bir nəvə yadıma düşdü, o da bir nəvə gəlmişdi. Məscidə cəmaat yığışıb, axund gəlməlidir, çıxış eləmək, ilahiyyatçı. Biraz gecikdi, bu da gördü ki, cəmaat gecikdi, kimsə orada olanlardan biriymiş. Dedi, o gələnə qədər qoy mən xutbə edeyim də. Bu da bilmir, savadı yox, Allah saxlamış, lazımdır ki, nə vacib deyil, danışasan. Keçdi qabağa, qayıtdı cəmaat dedi, görürsən, bu kimdir, təzə gəlib. Hamı dedi, bəli, dedim, Peyğəmbər Nəhcül Bəlağədə buyurub ki, Peyğəmbər Nəhcül Bəlağədə ya, Peyğəmbər Nəhcül Bəlağədə buyurub ki, Kulu vəşrəbu və la tusrifu, atanıvıza hörmət edin. Birinci, Peyğəmbər hara, Nəhcül Bəlağa hara, Nəhcül Bəlağa Əmrül-Mümin aiddir. Kulu vəşrəbu və la tusrifu Quran ayəsidir. Tərcüməsi də budur, atavıza, anavıza hörmət edin. Tərcüməsi budur ki, yiyin, üçün amma israf eləməyin. Hər şeyi qatıb da Nəhcül Bəlağa, ayəni səhv deyir, Peyğəmbər deyir.
danışığı tuta bilmirsən ki, bu nə demək istəyir. Bəzi vaxt həyat da bu cür nə qarma-qarışıqdır. Bəzi vaxt bəzi adamı da heç başa düşə bilmirsən. Görmüsünüz adamlar, səhər bir cürdür, axşam bir cürdür, o birisi bir başqa cürdür. Bir gün gülürüz və bir gün tərsiz baxırsan. Bu duyğulara da qarışıb, sən də tuta bilmirsən bunda nə olub. Bu da həyatı qarışıb. Həyatı qarışıb. Yaxşı. Bəzi vaxtlar insan Allah deyir ki, gətirib çatdıraram bura. Sonra nə olar? Ləm yənəl minət dünya belə insan illa ma qasamallahu ləh. Dünyadan da sonda da bir şey qazanmaz. Nə qədər payına düşür, onu götürüb çıxıb gedər. Bütün dünya olub, himməti, zikri, fikri. Axırda da lazım qədər nədir, o verərlər ona, onunla da yola salarlar, çıxıb gedər. Amma mən əsbəhə və əmsə vəl-axirə əkbəru həmmihi. Bir insan sübh eləyə, axşam eləyə, onun hədəfi, məqsədi, qayəsi Allah ola. Cəalallahu əl-ğina fi qəlbihi, qəlbinə ğina verər, biyaxçı halət. Və cəmələhu əmrəhu, işlərini də yığıb yığışdırar, səhmana salar. Cəmələhu əmrəhu, bir sünədir, cəm eləyər, yəni səhmana salar. Hər şey o düşür hərdən, biraz yaxşı naşımda, hərdən görsən adam günü qəşəng gətirir. Kimi axtarırsan, o səni tapır, kimə söz demək istəyirsən, söz başa düşür. Bunu bir dənə yığırsan, məsələn, bir dəqiqəyə həll edirsən, işçilərin hamısı qaydasındadır. Cəmə'ləhu əmrəhu, bütün işləri yığaram bir yerə. Hədəfi yaxşı elə, məqsədi yaxşı elə, qayəvi yaxşı elə. Münacat insanı ora gətirir, çatdırır. Bu hədisləri yığdım bir yerə dedim aslında. Münacat gətirib insanı oraya çatdırır. Ona görə münacata vaxt ayıraq. Ələl xüsus da indi Şaban ayındayıq, Ramazan ayı gəlir, mübarək ay. Allah o ayı yaşamağı nəsib eləsin bizə. İndidən vaxt ayırmaq. Hədəflərimizə də bir fikir verək. Məqsədlərimizə də, qayələrimizə də fikir verək. Bu qədər bugün bəsdir. Allah inşallah bizdən qəbul eləsin. Sizə dinlədi, sizdən qəbul eləsin. Velhamdülillah Rabbil aləmin. Allahumma inna nəsəlukə və nəd'uk bismikəl əzizil əzəm, əl-əcəllil əkrəm. Allah sənə and verəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və məhəbbəti və bu əllər ki, sənin dərgahı qaldırmışıq. İlk əvvəl duamız İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil elə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, təqva ilə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlahi və Rəbb, o kəslər ki, dua istəyiblər, qardaşlarım, bacılarım, olan dualarını onlardan qəbul elə. Ekran qarşısında əyləşənlər var. İlahi və Rəbb, onların nə hacətləri varsa, bihaqqı Fatimə onlardan qəbul elə. Xəstələrimizə tezinə şifayı acil nayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül onların müşküllərini tezinə həll elə. Borcu olanların borclarını verməyə də onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə. Əziz şəhidimiz Mübariz İbrahimov, Ya Rəbbəl aləmin əhli beytündən məhşur elə. Şəhidlərimizin ailələri, yaxınları, övladları, anaları, Ya Rəbbəl aləm, onların qəlblərinə huzur və aramlıq nazil elə inşallah. Peyğəmbər və əhl-i beytinə salavat-ı kəlam. Allahümmə salli alə Muhammed və alə Muhammed.